Möhtərəm müsəlmanlar, bu dərsimizdə qurban ibadəti haqqında, qurbanın bəzi əhkamları və bəzi suallara cavab olacaq inşallah. İlk öncə onu qeyd edeyim ki, qurban ibadəti ən fəzilətli, ən əzəmətli ibadətlərdəndir. Allah-u Teala'nın bizə əmr etmiş olduğu, buyurmuş olduğu ibadətlər içərisində və hər bir müsəlman qurban kəsməsi ilə Allah-u Teala'nın onlara ruzi olaraq verdiyi heyvanları kəsərək Allah'a yaxınlaşırlar. Ümumilikdə qurban sözü ərəb dilində yaxınlaşmaq sözü deməkdir. Yaxınlaşmaq deməkdir. Yəni bütün ibadətlər əslində qurbandır. Bütün ibadətlər qurbandır. Yəni bütün ibadətlərlə insan Allah'a yaxınlaşır. Və burada qurban olaraq, bu ibadətin xüsusi olaraq bizdə qurban adlanması yenə də bildirir ki, onu insanlar bu əməllə qurban olaraq heyvanı kəsməklə Allah'a yaxınlaşırlar.